Heydər Əliyevin uzaq görən siyasəti idi. Biz buradan doğrudan da onun qəlbinin həqiqətən Azərbaycan xalqının, Azərbaycanın gələcəyini düşünməsində görürük. Müstəqil olmaq düzdür, böyük bir işdir, amma o müstəqilliyi qorumaq, saxlamaq özü daha böyük işdir. Biz görürük ki, Əbülfəz Elçibəyin dövründə müstəqil olduq. Necə müstəqil edik? O müstəqil bizə nə verdi? Bunu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, hələ bir tane xanlıqlar yaranırdı. Gəncədə, Lənkəranda və ya Şəkidə, orada, burada hələ özünü xanlıq rəhbəri hesab edirdi. Çox az qalmışdı. Heydər Əliyev gəlməsəydi hakimiyyətə, biz bugün parçalanmış bir kiçik xanlıqların tərkibində olacaqdır. Amma o Öndər buna imkan vermədi. Heydər Əliyev 80-ci illərdə bax bugünkü Azərbaycanın xəritəsini hazırlamışdır. Xəritə deyəndə, yəni müstəqillik xəritəsi. Və o dahi şəxsiyyətdən biz Azərbaycana ən böyük töhfə, ən böyük hədiyyə oldu ki, bugünkü Azərbaycanın dövlətçilik ənənələri var. Bu dövlətçilik ənənələri bizə daha uzaq gələcək